Bismillahirrahmanirrahim. Ərəfə gününün əməlləri. Ərəfə günü İslam dünyasında dua ilə və xüsusən də duaların qəbul olunmasına məxsus olan günlərdən hesab olunur. Ərəfə günü bəzi hədislərə əsasən Ramazan ayında bağışlana bilməyənlər Ərafatda olub Ərəfə günü Allahdan bağışlanmaq istəməlidirlər. Alimlər bu günə əhəmiyyət veriblər və bu günü xüsusilə dua etməyi, Allahdan hacətləri istəməyi tövsiyə ediblər. Ərəfə günün əzəməti barəsində İmam Zeynül Abidin əleyhissalamdan belə nəql olunur. İmam Səccad əleyhissalam Ərəfə günündə bir dəstə insanları gördü ki, başqalarına əl açıblar. Sadə dillə desək, yolçuluqla məşğuldurlar. Başqalarından kömək istəyirlər. O həzrət belə buyurdu: "Vay olsun sizə. Görün, imamın cümləsi, imam birinə vay deyirsə, vay olsun sizə, bu gün də Allahdan qeyrisindən ehtiyacınızı istəyirsinizmi? Belə bir gündə siz Allahı qoyub başqasından öz ehtiyacınızı istəyirsiniz. Halbuki bu gündə Allahın fəzlinin hətta ananın bətnində olan körpəyə də şamil olacağına ümidi vardır. Bugün ana bətnində olan, bu dünyaya hələ qədəm basmayan körpələrə belə Allah rəhm etmək ümidi olunur, o etsin. Amma siz halbuki bu dünyada ola-ola başqasının qapısına üst tutursunuz. Bəli, Ərəfə günü imamın, Əhl-i Beyt imamlarımızın, daha doğrusu əleyhimussalam, əhəmiyyət verdiyi günlərdən hesab olunur. Ərəfə gününün əməlləri vardır. 1. Oruç tutmaq. Bu gün də, həmin gün hər kəs oruç tutsa, onun böyük savabı vardır, böyük bir mükafatı vardır. Amma buyurublar, Ərəfə günü dua etmək dediyimiz kimi çox əhəmiyyətli olduğunu görə, tövsiyə olunduğunu görə, əgər oruç tutmağımız bizim Ərəfə gündə dua etməyimizə, Ərəfə duasını oxumağımıza zəiflik yaradarsa, ibadət etməyimizə maneə törədərsə, əngəl olarsa, onda oruç tutmaq lazım deyil. Oruç tutmamaq daha yaxşıdır və həmin o adamlar duaya xatir oruç tutmasınlar. Birdən aclıqdan, susuzluqdan, halsızlıqdan dua etməyə həvəsləri olmaz. Bax, bu qədər dua etmək əhəmiyyətlidir. Amma yox, bir adam oruc ola-ola da o duaları həvəslə, daha da agahlıqla oxuya bilirsə, orucunu da tutsun, duasını da etsin. 2. Günəş qürub etməmişdən qabaq qüsl etmək. Günəş batmamışdan qabaq həmin gün qüsl etsin, Ərəfə gününün qüslunu verirəm qurbətən ilallah. 3. İmam Hüseyn əleyhissalamı ziyarət etmək. Kərbalada olanlar ora getsinlər, ola bilməyənlər öz məkanından harda olursa olsun, uzaqdan imama Kərbalaya tərəf üzü qibləyə qalıb, salam versinlər. Əssalamu aleykə ya Əba Abdillahil Hüseyn və rəhmətullahi və bərəkatuh. Kərbalada olanlarla bağlı çox tövsiyələr olunmuşdur ki, İmam Sadiq buyurub, hər kəs İmam Hüseyn əleyhissalamı Ərəfə günü ziyarət etsə, ona həc, ümrə, çoxlu cihad savabı verilər. Yaxud da ki, Ərəfə günü kim İmam Hüseynin zəvvarlarını onlardan olsa, Allah ona xüsusi nəzər salar. Həmin gün Allah İmam Hüseyn zəvvarlarına xüsusi diqqət ayırıb, rəhmət nəzərini salır. Onların istəklərini həyata keçirdir, günahlarını bağışlayır. Əhl-i Beyt imamlarımız buyurublar, Ərəfə günü İmam Hüseyn ağanın ziyarətdə getmək, hər kəs bunu edərsə, Allah ona möhkəm iman və əminliklə Allah onu oradan geri qaytarar. Hər halda Allah hamımıza Kərbalada yaxından Ərəfə günü İmam Hüseyn əleyhissalamın ziyarətini etməyi nəsib eləsin. 4. Əsr namazından sonra 2 rükət namaz qılırıq. Və duanı başlamamışdan qabaq bu namaz qılınmalıdır. Bu namaz 2 rükətdir. İmam Sadiq əleyhissalam buyurub ki, kim bu namazı qılsa, Ərafatda olan kəslərin savabını qazanar və günahları bağışlanar. Namazın qılınma formasında müxtəlif rivayətlər var. Formaları var, uzun, geniş. Mən ən qısasını diqqətinizə çatdırıram. 2 rükət Ərəfə gününün namazını qılırıq, qurbətən ilallah. 1-ci rükətdə Həm surəsi və sonra İxlas surəsi, Qul huvallah. 2-ci rükətdə Həm surəsi, ondan sonra Kafirun surəsini oxuyuruq. Bunun bir başqa forması da var ki, mən qısa formasını diqqətinizə çatdırdım. O cümlədən Ərəfə günü axırıncı məşhur Ərəfə duası oxumaq çox təkid olunmuşdur. İmam Hüseyn əleyhissalamdan rivayət olunmuşdur. Dua uzun olsa da, amma çox xeyirli və bərəkətli duadır. Xüsusi ilə mənasına diqqət etməklə, tərcüməsinə diqqət etməklə o duanı oxuyun. O duanın savabından inşallah ümidi varam ki, bir nəsib olmayasınız. Bir də başqa cümlələr də var ki, dualardan qısa diqqətinizə çatdırıram. Həmin gün yaxşı olar, müstəhəbdir belə dua edək. Ya Rabbi, innə zunubi la tazurruka və innə məğfirətəkə li la tənqusuka
فَأَعْتِنِي مَا لَا يَنْقُسُكْ وَغَفِرْ لِي مَا لَا يَضُرُّكْ. Ey Rəbbim, heç şübhəsiz mənim günahlarım sənə bir zərər yetirmir. Nə qədər günah etsək Allaha ziyan vura bilmərik ki. Və sənin mənə bağışlamağın səndən heç nəyi əskiltmir. Məni bağışlasan səndən nə azalacaq? Elə isə səndən heç nəyi əskiltməyəni mənə əta et və sənə zərər yetirməyəni mənim üçün bağışla. Digər bir dua. Allahumma la tahrimni xayra ma indək li şərri ma indi fa in anta lam tarhamni bi ta'bi və nasabi fa la tahrimni ecra'l musabi ala musibati. Görün nə qədər gözəl duadır. Ey Allahım, məndə olan şərə görə səndə olan xeyirdən məni məhrum etmə. Mənim pis əməllərimə görə, şər əməllərimə görə mənə verəcən xeyirdən məni məhrum etmə. Əgər sən mənim əziyyətlərimə və yorğunluğuma rəhm etmirsənsə, onda məni müsibət çəkən kəsin mükafatından heç olmasa məhrum etmə. Ərəfə günü bir də qurub vaxtı əşarat duası var Məfatihül Cinanda, onu oxumaqda tövsiyə olunmuşdur. Həmin günü bizləri də dua etməyi unutmayın. Allah bizi həmin gün qapısından əliboş və naümid qaytarmasın.